Birləri baxıb görürəm ki, adını siyasi arenada siyasi aktivist qoyanlar, nə bilim, siyasətlə məşğul olanlar, Azərbaycanda Azərbaycan hakimiyyətinin arxasını salfetka ilə silənlər, hamı düşüb Əli Kərimlinin üstünə ki, yaxşı ediblər, düz ediblər, Əli Kərimlini tutublar, nə bilim, zırt pırt. Məsələ burasındadır ki, birinci tutulan insana sevinməzlər. Məsələ budur. Yəni, kim əgər tutulan insana görə sevinirsə, o yaxşı insanlar siyasında getmir adı. Məhbus məhbusdur. İkincisi də ki, əgər Azərbaycan hakimiyyəti belə həqiqətən də əgər araşdırıb ki, Əli Kərimli vətən xainidir, Əli Kərimli həqiqətən də dövlət çevrilişinə cəhd göstərib, çox xahiş edirəm. Bu günləri hər bir Azərbaycanlıdan, bunu Azərbaycan hakimiyyətindən tələb eləyək, DTX-dan tələb eləyək, İlham Əliyevdən tələb eləyək ki, qoyun, açın, ictimaiyyətə təqdim eləyin Əli Kərimlinin xain olduğunu, yaxud da hakimiyyətin zorla devirmək istədiyini. Mənə də o maddəni vurmuşsunuz, Əli Kərimliyə də o maddəni vurursunuz, digər blogerlərə də o maddəni vurursunuz. Sizin ağlınız yerinizdədirmi? Ay DTX, Gülər Ramiz Mehdiyev, hansı ki vətən xaini deyirsiniz, nə deyirsiniz, özünüz bilərsiniz. Ramiz Mehdiyev evdə ustalığındadır. Amma Əli Kərimli bu günləri həbsdədir. Niyə? Hansı səbəbə? Deməli, siz Ramizin üzərindən oyun oynuyorsunuz və Azərbaycan xalqını bu günləri həmən oyunlar içində də yatızdırırsınız. İlham Əliyev, səndən böyük oğru yoxdur. Səndən böyük xəyanətkar yoxdur. Bunu bir dəfəlik beynimin bir küncündə yaz. Sən Azərbaycan xalqına vurduğun zərər qədər heç kim zərər vurmayıb elə. Yəni, bu günləri DTX Əli Nağıyev, Baş prokuror Kamran Əliyev, hünəriniz varsa gedin İlham Əliyevi də həbs edin. Ondan böyük korrupsioner, oğru mu var ölkədə? Yoxdur. Və Əli Kərimlini bu günləri belə deyim də şərləyib tutursunuz. O bəziləri deyir, mən siyasi aktivisəm, zırtam, pırtam. Siz heç siyasətin sığ hərfini bilmirsiniz ki, haradadır. Yəni, bu günləri Əli Kərimli şərlənib, açıq aydın və bunu sevinərək bayram eləmək lazım deyil, ən az ayıbdır. Ayıbdır. Özünüzə hörmət edin, çəki düzən verin. Əli Kərimliyə azadlıq tələb edirəm. Məhəmməd İbrahimə azadlıq tələb edirəm. Bu günləri sabah, deməli, noya belə deyək də, dekabrın 5-i. Dekabrın 5-i Berlində saat 5-də Brandenburg qapılarında, yəni bilənlər bilir, Berlində yaşayanlar bilir ki, Brandenburg qapıları Berlinin qapıları deməkdir. Amerika səfirliyinin önü. Orada siyasi aktivistlər deməli aksiya təşkil edir. Kim Berlindədirsə, buyurub gedib dəstək ola bilər. Bu günləri hər birimiz siyasi insanlar, jurnalistlər, blogerlər, mənim fikrimdir ki, Əli Kərimlinin yanında olmalıyıq. Çünki bu adam şərlənib həbs olunub. Əli Kərimliyə və Məhəmməd İbrahimə azadlıq tələb edirəm. Eləcə də siyasi məhbuslara azadlıq tələb edirəm. İlham Əliyev, dərhal azad et, 37 repressiyasını Azərbaycanda davam elətdirmə. Şərəfin, ləyaqətin, vicdanın olsun heç olmasa. Sizinlə mən, Orxan Ağayev, Hüseyin TV.